Salam dəyərli izləyicilər. İndi sizə 27 aprel tarixində keçirilmiş Respublika Fənn müsabiqəsinin 7-ci sinif riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi, eyni zamanda şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. Birinci sualımız. X plus 2'nin modulu kiçik bərabər 4 bərabəsini ödəyən tam ədədlərin sayını tapıq. İndi burada nəyə fikir veririk? Modulu 4-dən kiçik bərabər. Modulu 4-dən kiçik bərabər olan ədədlər mənfi 4 ilə 4 arasında yerləşir. Deməli, x plus 2'miz mütləq yerləşməlidir 4 ilə mənfi 4 arasında. İndi bu bərabərsinin hər bir tərəfinə mənfi 2 əlavə eləsək, alınacaq ən solda alınacaq mənfi 6, kiçik bərabər ortada alınır x. Ən sağda alınır 2. Deməli, x-imiz yerləşir mənfi 6 2 parçasında. Mənfi 6'ını da alır, 2'ni də alır. Deməli, tam ədədlərin sayını soruşur burada. Tam ədədlər burada mənfi 6'dır, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. Baxırıq ki, 6 da mənfi ədədi var, 2 ilə müsbət, 1 ilə 0. Deməli, doğru cavab olacaq nə? 9'a bərabər. Yəni, doğru cavabımız burada 9'dur. Gəldi ikinci sualımız. KMM və MKM 3 rəqəmli ədədlərdir. Bu ədədlərdən biri 11'ə, digəri isə 12'ə tam bölünür. Buna görə K plus M cəmi neçə olar? 11'ə bölünən ikinci ədəd olacaq. Yəni bu ədəd 11'ə bölünməlidir. Bu ədəd isə 12'ə bölünməlidir. Səbəbi deyəcəm. 11'ə bölünməsi üçün tək yerdə duran rəqəmlərin cəmindən cüt yerdə duran rəqəmlərin cəmini çıxanda nəticə 11'ə bölünməlidir. İndi baxın birincisini yoxlayaq. Tək yerdə K və M durur. Yəni birinci K ilə axırıncı M. K ilə M-in cəmindən ikinci rəqəmin cüt yerdən M-i çıxsam K alır. K da rəqəmdə 11'ə bölünmür. Deməli K 0 olsaydı problem yoxdur. Amma K birinci rəqəm olduğu üçün 0 ola bilməz. Nəticə 0 alınsa, məsələn, burada problem yoxdur. Amma K birinci rəqəm olduğu üçün K 0 ola bilməz. Deməli, birincisi mütləq 11'ə bölünməlidir. İkincisine baxaq. Tək yerdə M plus M, çıx cüt yerdə K durur. 2M çıx K. Bu ola bilər. Yəni, bu 11'ə bölünə bilər. Burada problem yoxdur. İndi başlayaq yoxlamağa. 12'ə bölünürsə, ədəd eyni zamanda 3'ə və 4'ə bölünməsi lazım. 4'ə bölünürsə, deməli, son rəqəm mütləq cüt olması lazım. Yəni, son rəqəm 2, 4, 6, 8 olmalıdır. Çünki 4 cütdə axı. Sonunda cüt rəqəmlər bitməlidir. İndi birinci MM, yəni 12'ə bölündüyü üçün MM nəyə bölünməlidir? 4'ə bölünməlidir. Yəni MM son 2 rəqəm. Son 2 rəqəm M-i yenə 2 yaza bilmərik. 22 bölünmür. 6 da yaza bilmərik. MM ya 4 ola bilər ya da 8. M-i yenə 4 yazsaq, görə nə alınır? K 4, 4 və burada da alınır 4K4. İndi baxaq. Bunların 4 ilə 4'ün cəmi 8. Deməli, K-nın yerə 8 yazmalıyam ki, 8'dən 8 çıxanda 0. Bu artıq 484 11'ə bölünür. K-nın yerə 8 yazsam, yəni bu 4'ə bölünməsini yoxlamışıq. İndi 3'ə bölünməsi lazımdır. 4, 4, o da 8, 16, 16 3'ə bölünmür. Deməli, bu variantda ödəmir. Yəni 4 ola bilməz. İkincisi 8 variantına. Olacaq K 8, 8. Burada alınacaq 8, K 8. İndi baxaq. Burada rahat görünür. 8'dən 8'in cəmi neçədir? 8'dən 8'in cəmi 16. Yəni burada 5 olmalıdır. 16'dan 5 çıxanda 11'ə bölünür. İndi baxaq, burada 5 yazsaq. İndi 4'ə onsuz da bölünür. 3'ə bölünməsini yoxlamalıyıq. Rəqəmlərin cəminə baxırıq. 5 plus 8 plus 8. 21. 21 də 3'ə bölünür. Baxın, bu ilədir. Deməli, bu 12'ə bölünür. 588'dir. Digəri neçədir? 858 də 11'ə bölünür. İndi bizdən də soruşur ki, K plus M cəmi neçədir? Biri 5'dir, digəri də 8'dir. Cəmləri də olacaq neçə? 13. Doğru cavab D variantı. Üçüncü sualımız. Aşağıdakı kubun təpə nöqtələrinə sadə ədədlər yazılıb. Bu kub havaya atıldıqdan sonra
Üst tərəfə düşən üzün təpə nöqtələrindən yazılan ədədlərin cəminin cüt ədəd olması ehtimalı neçə olar? Cüt ədəd. Baxırıq ki, təpə nöqtələrdə hamısında indi sadə ədəd yazıb deyə bunu çaşdırmaq üçün verilib bu. Sadə ədəd. Bu çaşdırmaq üçün verilib. İndi baxırıq ki, bütün təpə nöqtələrdə hamısında təkdir. 2-də isə, bax burada isə cütdür. İndi deyir ki, kub atılır. Üst üzə düşən üzdə təpə nöqtələrdə olan ədədlərin cəminin cüt olma ehtimalı. İndi burada kubun 6 üzü var. Bütün üzlərin sayı 6 olduğu üçün bütün kinaların sayı olacaq 6. İndi 2'nin olduğu üz 6 oturacaqdır. Bir də 2 dənə yan üzdür. Deməli bu üçündə tək olacaq. Çünki 3 dənə təpə nöqtə baxın. 1, 2, 3. Bu üçü cəmlər toplasaq təkdir. Təklə cütün cəmi təkdir. Və yaxud da 1, 2, bu üçü. Yenə eyni şəkildə. Və yaxud da 7, 5, 3. Bunlar təkdir. Cüt gəlsə nəticə nə olacaq? Tək. Deməli 3 üzündə cəm tək olacaq, üstündə cüt olacaq. Bizə cüt olma ehtimalı soruşduğu üçün 6'da 3 ehtimal olacaq. Bu da 2'də 1. Yəni doğru cavabımız olacaq A variantı. 4-cü sual. Şəkildə 3 müxtəlif qabda olan maddələr və onların miqdarları göstərilib. Deməli A qabında 60 litr sadəcə spirtdir. B qabında 40 litr sadəcə sudur. C qabında da 20 litr sadəcə su var. İndi deyir ki, A'dakı spirtin 60% və B'dəki suyun 50%-ni götürülərək C qabına boşaldılar. Yəni C qabına. C qabında olan məhluldan neçə litr su buxarlandırılırsa, qalan məhlulun spirt faizi 60% olar. İndi baxırıq nəyə? A'dan 60% spirt götürüb C qabına tökürlər. Ona görə C qabında spirtin faizi olacaq 60'ın 60%. 60 litr spirt var. Bunun 60%'ni C qabına tökürlər. Bu da olacaq neçə? 36 litr. 36 litr spirt var. Deməli 36 litr spirt gəldi bura. Plus 36 litr spirt yazıram. Spirt. B'dəki suyun 50%. 50% nə demək? Yarı. 40 litr su var. Yarısı gəlir. 20 litr də su gəlir. 20 litr su. İndi baxaq. Ümumi məhlul nə qədər olacaq indi? C qabında ümumi məhlul olacaq. Deməli 20, 76 litr. 76 litr ümumi məhluldur. Spirt 36 litr də spirtdir. 36 litr isə spirt var. Spirt. İndi deyir ki, bu 76 litrdən nə qədər su buxarlandırsaq 60% spirt olacaq. Yəni 76'dan nə qədər su çıxartsaq, yəni su, bunun %60'ı deyir spirt olacaq. Yəni 36 olacaq. Spirt 36'da axı orada. İndi ixtisar gedəcəyi burada nəyə? 20'yə. 5'də 3. 100'dən 36 ixtisar gedir 3'ə. Burada 1, burada 12. Çarpaz vursaq 76 çıx x bərabərdir 60'a. X də bərabər neçə? 16. Yəni doğru cavab burada 16'ya bərabərdir. Cavabımız C variantı. 5-ci sual. N natural ədəd, P isə sadə ədəddir. P bərabərdir 7 n üstəgəl 16 böl n olduğuna görə P-nin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin fərqi neçə olacaq? Baxın, P nəyə bərabərdir? Buradan P bərabərdir. Yazırıq belə 7n bölünsün n üstəgəl 16 böl n şəklində yazırıq. P bərabərdir 7 üstəgəl 16 böl n. P sadədir. Sadə nə deməkdir? Natural deməkdir də. Yəni P də natural deməkdir. Natural. P də naturaldır. P-nin natural olması üçün 16'ya nə bölünməlidir? Deməli, n-in yerinə mən 1 yazsam, P olacaq 7 üstə 16, 23. Bu sadədir. Sadə. Sonra n 2 ola bilər. P olacaq 7 plus, n-i yenə 2 yazanda 8 alınır. 15. Bu mürəkkəbdir. Bizə sadə lazımdır. P deyir sadədir. N-i yenə sonra 4 yaza bilərik. P bərabər olacaq 7 plus 4,
11. Bu da sadadır. N'in yerine 8 yaza bilərik. P bərabərdir 7 plus 2, 9. Bu mürəkkəbdir. Və n'in yerine en sonda 16 yaza bilərik. P bərabərdir 7 plus 1, 8. Bu da mürəkkəbdir. İndi sağda biri 23'dür. Digər neçədir? 11'dir. Bizdən də bunların fərqini soruşur. 23'dən 11 çıxanda nəticə alınacaq 12. Yəni doğru cavabımız burada B variantı 12'ye bərabərdir. 6-cı sual. Verilmiş ədədləri kiçikdən böyüyə sıralayın. İndi baxaq. A bizə verilib 8 üstü 17. 8 nə demək? 2'nin kubu. Bu da 10 üstü 17. 9 3'ün kvadratı. Onu da üstü 32 yazıram. Vur 5 üstü 71. Bərabərdir. Yazırıq 2 üstü. 100 dəfə 17 51. 3 üstü 2 dəfə 32 64. 5 üstü 71. B bərabərdir. 4 üstü 26'nı yazıram. 2'nin kvadratı üstü 26. Vur olsun 27 üstü 21. 3'ün kubu üstü 21. Vur olsun 5 üstü 72. Bu da bərabərdir. 2 üstü 52. Vur olsun 3 üstü 63. 5 üstü 72. Şimdi keçirik C'ye. C bərabərdir. 2 üstü 53. 3 üstü 65. 5 üstü 70. Şimdi əsasları eyni onlara baxaq. Burada əsas 2. 2. Burada 2. Qüvvətlərə baxaq. Qüvvətlərin ən kiçik hansıdır? 2 üstü 51. 2 üstü 51'e bir dənə x deyəcəm. Sonra keçirik digərinə. O birisine baxaq. Əsas 3. Burada 3. Şimdi burada qüvvət 64. Burada 63. Burada 65. Deməli 3 üstü 63'e. 3 üstü 63'e bir dənə y deyəcəm. İndi isə keçirik buna. Əsas 5'dir. Burada 5'dir. Ən kiçik hansıdır? 71, 72, 70. Deməli 5 üstü 70'e deyəcəm bir dənə z. İndi A bərabər olacaq. Bax 2 üstü 51'e x demişəm. A'da 2 üstü 51 var. Deməli x vurulsun. 3 üstü 63'e y demişəm. Burada 3 üstü 64'dür. Deməli olacaq 3y. 3y. 5 üstü 70'e z demişəm. Burada 5 üstü 71'dir. Deməli olacaq burada 5z. Yəni olacaq 15xy z. Şimdi keçirik B'yə. B bərabərdir. Baxın. 2 üstü 51 x'dir. Burada 2 üstü 52'dir. Deməli olacaq 2x. 3 üstü 63 y'dir. Y yazırıq. 5 üstü 70'dir. Amma burada 5 üstü 72'dir. Deməli nə olacaq? 2 nə lazımdır? 5. 5'in kvadratı 25 z. Bu da olacaq 50 xy z. Bunu da yazdıq. Deməli C bərabərdirsə C'də baxaq. 2 üstü 53. Bu da 2 üstü 51. Deməli 2x. Daha doğrusu 2 üstü 53. 2 üstü 51. 2 üstü 2 qalır ortada. Yəni 4x. 4x. Şimdi 3 üstü 63. 3 üstü 65. Yəni burada nə qalır? 9. 3'ün kvadratı. Yəni 9y. Vur z. Bu da bərabərdir 36 xy z. Xy z. İndi baxaq. Bunlarda xy z hissələri eynidir. Deməli əmsaları müqayisə etmək lazımdır. Deməli ən kiçik hansıdır burada? Ən kiçik A'dır, sonra C'dir, sonra gəlir B. Ən böyük də B. A, C, B. Doğru cavab olacaq burada B variantı. Yeddinci sual. A və B bir-birindən fərqlidir və 2A üstəgəl 3 böl A bərabər 2B üstəgəl 3B olarsa AB hasını tapın. Burada nə edəcəm? 2B'ni sola keçirəcəm. 2A çıx 2B bərabərdir. 3 böl A'dan sağa keçirəcəm. 3 böl B çıx 3 böl A'dan. Sol tərəfdə 2'ni çıxardan mütərizə xaricində A çıx B. Sağ tərəfdə orta məxrəc AB'dir. AB. AB'ni birinci kəsir məxrəcinə bölsəm, B'yə bölsəm A qalır. Sötə vursam 3A. AB'ni A'ya bölsəm B qalır. Sötə vursam 3B. Deməli hər tərəfi AB'yə vursam 2AB vur olsun A çıx B bərabərdir 3 vur A çıx B'yə. İndi burada A çıx B'lər ixtisar gələcək.
2AB bərabərdir 3-ə. AB də olacaq 3-ün 2-yə nisbəti. Yəni burada doğru cavabımız alınacaq burada. D variantı. Doğru cavabımız D variantıdır burada. 8-ci sual. Deməli, A və B ədədləri verib bizə. Deyir ki, B-nin A-ya nisbətini tapın. Baxın, burada ən maraqlısı nədir? B olan hissədir. A rahatdır. A-nı toplasaq bizə verəcək 2,1. A 2,1-ə bərabərdir. İndi B-ni belə yazaq. Onlu kəsrə çevirsək, yəni 0,1 olacaq. 0,1. Digəri 0,100 olacaq. Digəri 0,1000 olacaq. Bu şəkildə baxırıq ki, bu gedir. Devam edir. İndi baxırıq ki 0, 1, 1, 1 devam edir. Yəni bir dövr edir. Yəni 0,1 deməkdir. Yəni B-nin nəticəsi B bərabərdir 0,1. Bu da saf dövrü kəsirdi. 9-da 1-ə bərabərdir. 9-da 1. İndi mən 9-da 1-i B-ni bölməliyəm 2,1-ə. 9 düşəcək aşağı. 1 bölünsün 9 vur 2,1. 1 bölünsün 18,9 eləyir. Sürətlə məxrəci də 10-a vursam 189-da 10 olacaq. Doğru cavabımız olacaq burada B variantı. Keçək 9-cu suala. İfadəsini sadələşdirin və çoxhəllisinin əmsalları cəmini tapın. Burada ümumiyyətlə əmsalları cəmini soruşanda sadələşdirmək ehtiyac yoxdur burada. Əmsalları cəmini tapmaq üçün elə dəyişənin yerinə 1 yazırıq. Y'nin yerinə mən 1 yazsam 2 çıx 1-in kvadratı, çıxılsın 3 vurulsun 1 çıx 1-in kvadratı, üstə gəl -1 plus 5-in kvadratı. Bu da bərabərdir 1 eləyir bura. Bura isə 0 eləyəcək. Burada eləyəcək 16 və nəticə alınacaq 17. Yəni doğru cavabımız olacaq C variantı. 17-yə bərabər olacaq. 10-cu sual. Deyir ki, x ədədinin ən azı 12 qatı, y ədədinin isə ən az 15 qatı tam ədəddir. Tam ədəddir. Yəni x-i 12-yə vuranda, ən az 12-yə vursaq tam ədəd alınacaq. Yəni z alınacaq. Sonra deyir ki, y-i də ən az 15-ə vursaq, bu da nə alınacaq? Yəni tam alınacaq deyir. İndi deyir ki, buna görə 2x üstə gəl 3y ifadəsinin ən azı hansı natural ədəd hasili tam ədəd olar? İndi bunu elə bir ədədə vursaq natural ədədə. Məsələn, natural ədəd deyim A. A vurulsun 2x plus 3y. Yəni bu tamdır. A-nı içəri vursaq nə alınacaq? A-nı. Deməli 2ax üstə gəl 3ay. Deməli burada nəyə fikir veririk? Mən bunu belə yaza bilərəm də. Bunu belə yaza bilərəm. 2x vur 6. Bunu da yazıram, bunu da yazıram. 3y vurulsun 5. Deməli mən A-nı ilə seçməliyəm ki, burada. A-nı ilə seçməliyəm ki, nəticə həm 6-ya bölünməlidir, həm də 5-ə bölünməlidir. 6-nın da 5-in də kübü neçədir? 30. Deməli mən A-nı 30 seçsəm, artı 30-a vuranda nəticə nə olacaq? Tam alınacaq. Ən azı nədir? 30-dur burada cavab. 11-ci sual. Nöqtələrin yerinə uyğun olaraq elə bir hədlər yazın ki, bərabərlik doğru alınsın. Baxırıq nəyə? Baxın, 6a kubu 2a. Deməli 3a kvadratına vurmaq lazımdır burada birincisi. 2a çıx 5b çıx 5b 3a kvadrat. Bunu bildik. İndi bu nəyə bərabərdir? Bərabərdir 6a kubu 15a kvadratı b çıx 4ab plus nöqtə. İndi baxın 15a kvadratı b. Yəni burada bəllidir. İndi çıx 4ab var. 2a var burada. Deməli bunu çıx 2b-yə vurmam lazım. 2b-yə. Baxın bu şəkildə. Bu şəkildə olsa, indi baxın bunu vurub açsa nə alınacaq? 6a kvadrat vuranda, daha doğrusu 6a kubu çıx 4ab çıx 15a kvadrat b plus 10b kvadrat.
Deməli, bizə lazım olan hədlər hansıları idi? Deməli, burada 3a kvadrat idi. Burada 3a kvadrat. Açılışda burada 10b kvadrat var. 10b kvadrat. Bir də burada da 2b var. Ona görə doğru cavabımız burada nədir? A variantıdır. 12-ci sual və sualımız belədir. AK AC perpendikulyardır. BF də C'yə paraleldir. ACD bucağı ilə deməli ACD bu bucaqla DC'ye bu bucaq nədir? Deyir bərabərdir. Və deyir ki KBF 50 dərəcə olarsa bucaq FDC'ni tapın. Burada mən nə edəcəm? A təpəsindən BF-ə paralel bir xətt çəkəcəm. BF paralel olacaq şəkildə. Tam 45 dəqiqə çəkdik. Bura 50 dərəcədirsə, burada olacaq 50 dərəcə. 50 dərəcə. Bura 50 isə, bura olacaq 40 dərəcə. Çünki bura 90 daxil 40. Bura 40 olacaq. İndi bu çəkdiyim xətt həm də C-yə paraleldir. Bura 40 dərəcədirsə, burada olacaq 40 dərəcə. Hətta 3 xətt eləyək buranı. Bura olacaq 40 dərəcə. Deməli, bu bucaq açıq bucaqdır. Açıq bucaq olduğu üçün deməli 180 olması lazım. 40 dərəcəni çıxsaq 140. Deməli, bura 70. Burada 70'dir. Burada 70. İndi bizə deyir ki, bu bucağı soruşur. Burada x deyirəm. İndi baxaq. DF ilə C'yə paraleldir axı. DF ilə C'yə paralel olduğu üçün x ilə 70 daxili bir tərəfli bucaqlardır. Yəni cəmləri 180-ə bərabərdir. 180-ə. X alınır burada nə? 110 dərəcə. Yəni doğru cavabımız olacaq A variantı. 110 dərəcə. On üçüncü sual. Ayşənin x il əvvəlki yaşı Banunun 2 il sonraki yaşına bərabərdir. X il sonra Ayşənin yaşı Banunun yaşının 2 qatı olacağına görə Banunun indiki yaşı neçədir? İndi Ayşə yazırıq. Ayşə, bir də Banu yazırım. Banu. Cədvəl üsulları rahatdır. Bax, indi yazıram. İndi. X il əvvəl yazıram. İndi Ayşənin yaşına deyirəm A, Banun yaşına deyirəm B. A və B. İndi deyir ki, Ayşənin x il əvvəlki yaşı. Nə olacaq? A çıx x. Ayşənin x il əvvəlki yaşı Banunun 2 il sonraki yaşı. Banunun 2 il sonraki yaşı nə olacaq? B plus 2. Yəni bizə deyir ki, A çıx 2 bərabərdir. A çıx x bərabərdir B plus 2-yə bərabərdir. Deyir, 2 il sonraki yaşına bərabərdir. Bunu yazdıq. Bunu bildik. Bu qalsın. İndi diğer tərəfdən sonra deyir ki, x il sonra nə olacaq? X il sonra deməli Ayşə olacaq A plus x, Banu olacaq B plus x. B plus x. İndi deyir ki, x il sonra Ayşənin yaşı Banu'nun yaşının 2 qatı olacaq. Yəni A plus x bərabər 2 vurulsun B plus x-ə. B plus x-ə. Deməli, mən nə edəcəm indi? Bu iki tənli tərəf-tərəfə çıxacam. Çünki mənə lazımdır nə? Banunun yaşını soruşur. Alar getsin. Tərəf-tərəfə çıxanda sol tərəfdə alınır 2x. Sağ tərəfdə də 2b plus 2x. Bunu çıxsam, çıx b, çıx 2 alınacaq. 2x'lər də gedəcək. 0 bərabər alınacaq. B çıx 2-yə. B də olacaq 2. Deməli, Banunun indiki yaşı 2-yə bərabər. Doğru cavab A variantı. On dördüncü sual. Şəkil 1-dəki konus nişanın yüksəkliyi 3x-2 cm. Şəkil 2-də iç-içə keçmiş 2 nişanın yüksəkliyi isə 5x-1-ə bərabərdir. 5x-1-ə. Buna görə şəkil 3-də iç-içə keçmiş 7 konus nişanın yüksəkliyi cəbri şəkildə ifadə edilir. Bu nəyə baxırıq? Baxın, bu hissə məlum məsələ. Bu hissə 3x-2-dir. Deməli, mən 5x-1-dən 3x-2-ni çıxsam, mənə verəcək nə?
5x çıx 1 çıx 3x plus 2. Bu da beraberdir 2x plus 1. 2x plus 1. Demek 2x plus 1'e beraberdir. 2x plus 1 ne deməkdir? Baxın, bu hissə deməkdir. İkisini də bir üstə qoyanda bu balaca hissə 2x plus 1'dir. Balaca hissə. İndi burada nəyə fikirmək lazımdır? Baxın, 7 dənədirsə 1, 2, 3, 4, 5, 6. 6'nı bu hissədən əmələ gələcək. 6'nı bu hissədən əmələ gələcək. Yəni 6 vurulsun 2x plus 1. Həmin hissədən əmələ gələcək. 6 vurulsun 2x plus 1. Bir də bizə lazım nə olacaq? Bir də bizə. İndi bir də bizə lazım olacaq ən üstdəkinin hündürlüyü. Ən üstdəki də biri, bunlardan biri olacaq da. Üstə gəl 3x çıx 2. Çünki ən üstdəki o konuslardan biridir. Bu da bərabərdir 12x plus 6 üstə 3x çıx 2. Bu da olacaq 15x plus 4'e bərabər. Yəni doğru cavabımız olacaq A variantı. 15-ci sual. 5 üstü x'i bizə verib 4 olduğuna görə 125 üstü x üstə gəl 5 üstü x plus 2 ifadəsinin qiymət tapın. 125 nə deməkdir? 5'in kubu. Onda üstü x. Yine 100 tane x'in yerini dəyişə bilərik. 5 üstü x'in kubu olacaq. Bu da olacaq 4'ün kubu 64. Yine 5 üstü x plus 2'ni yazırıq. 5 üstü x vur 5'in kvadratı. 5 üstü x 4. 5 üstü 2 25. Olacaq 100. Bunları toplarsak 100 plus 64 olacaq 164. Doğru cavab olacaq D variantı. 16-cı sual. Bir ölkədə bütün işçilərin maaşları 16% artır. Bu artıma baxmayaraq işçilər daha əvvələ nəzərən ala bildiklərinin 20% azını ala bilirlər. Buna görə ölkədə bütün məhsullara neçə faiz artım olmuşdur? İndi məhsulun birini götürən 1 manatdan. 1 manatdan və bunun maaşları da əvvəlcə deyirəm başlanğıc, yəni ilk qiymət. Üzr istəyirəm, qələm yazmadı. Deməli, ilkə deyirəm 100 olsun. Artımdan sonra son olaraq olub 116. İndi 1 manat olsun məhsulun bir qiyməti. Bundan 100'dən alsa 100 manat. 100 manat. İndi bu 100 manatla hamısını alır. Hamısını alır. Amma 116 olub. 116 olub bu 100 məhsuldan. Bu isə 20% aşağısını, yəni 80 dənəsini alır. 80 dənəsi. Və nə qədər xərcləyir? 116 manat. İndi mən bir məhsulun qiymətini hesablamam lazım. 116'nı 80'e bölməm lazım. 80'e. Əvvəl 1 manat idi. İndi baxaq. 4'e hesab etsəm burada 20. Burada isə 4'e böləndə 29. Bu da olacaq 1,45. Əvvəl 1 manat idi. 1 manat. 1 manat 100%dirsə 1,45 manat olacaq 145%. Baxırıq ki 45% nə var burada? Artım var. Ona görə doğru cavab nədir? A variantı. 17-ci sual. Deyir ki, aşağıdakı ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. Yəni bunlar hamısı birbirine bərabərdir. Bu hissələr bərabərdir. Bərabərdirsə ona görə yazırıq ki, burada bu x ilə mənfi 2 arasındakı məsafə olacaq x plus 3. X plus 3. İndi baxaq. X plus 3. Bir də bu məsafəyə baxıram. Bu məsafə nə olacaq? 5 çıx x. Amma bura mən A desəm, burada A'dır, burada A'dır. Baxıram, x plus 3 A'ya bərabərdir. 5 çıx x isə 2 A'ya bərabərdir. Deməli, mən x plus 3'ü 2'yə vursam, mənə verəcək 5 çıx x'i. 2x plus 6 bərabərdir 5 çıx x'ə. Buradan alınır 2x plus x bərabərdir 5 çıx 6'ya. 3x bərabərdir mənfi 1'ə, x olacaq mənfi 3/1. X tapdıq mənfi 3/1. İndi bizə belə y lazımdır. X tapdıq mənfi 3/1. İndi mən bu A məsafəsini tapa bilərəm. A məsafəsi nəyə bərabərdir? A məsafəsi x ilə 3'ün cəminə.
X'in üçün cəmi, yəni addır, buradakı adı. Mənfi 3'də 1 plus 3. Mənfi 3'də 1 plus 3'də 9 olacaq 3'də 8. 3'də 8. A məsafəsi 3'də 8'ə bərabərdir. 3'də 8. Bunu bildik. Daha doğrusu A'nın özü də A məsafəsi 3'də 8'dir. Bunu bildik. İndi bizə lazımdır nə? Y. Y tapmalıyıq. İndi yazırıq burada. 5 çıxılsın x böl y. X'imiz nədir? Mənfi 3'də 1. Mənfi 3'də 1 böl y. Bərabər nəyə? Bərabərdir A-ya. 3'də 8'ə. 5 üstəgəl 1 böl 3y bərabərdir 3'də 8. İndi burada hər birini 3'ə vuracam. 15 üstəgəl 1 böl y bərabərdir 8. 1 böl y bərabərdir mənfi 7'yə, y olacaq mənfi 7'də 1. Y-də tapdıq. Həm x tapdıq, həm də y tapdıq. Bizdən bunların cəmini soruşur. Mənfi 3'də 1 üstəgəl mənfi 7'də 1. Bu da bərabərdir. Orta məxrəc 21'dir. Mənfi 21'də 7. Üstəgəl mənfi 21'də 3. Olacaq mənfi 21'də 10. Doğru cavab olacaq A variantı. Mənfi 21'də 10'a bərabərdir. On 8-ci sual. ABC bərabər yanlış bucağında AB ilə AC bərabərdir. AB ilə AC bərabərdir. Sonra deyir ki, bucaq CBK bucaq ACK-ya bərabərdir. Bucaq BKC 124 dərəcə olarsa, bucaq BAC. Yəni bizdən bax buranı soruşur. Burada alfa deyirəm. İndi bərabər yanlış bucaqdırsa, deməli bucaq ABC ilə bucaq ACB eyni olmalıdır. Yəni oturacağı bitişik bucaqlar eyni olmalıdır. Mən bura beta desəm, burada beta olmalıdır. Çünki bura x plus beta olur. Burada x plus beta olması lazım. İndi 3 bucaq BKC'dən yazıram. X plus beta plus 124 dərəcə bərabərdir nəyə? 180'ə. X plus beta bərabərdir 56 dərəcə. Bunu tapdıq. İndi isə 3 bucaq ABC'dən yazıram. X plus beta plus x plus beta plus alfa bərabərdir 180'ə. Buradan alınır 2 x, 2 beta. 2x plus 2 beta. Üstəgəl alfa bərabərdir 180'ə. X ilə beta'nın cəmi 56'dırsa 2 misləri olacaq 112. 112 dərəcə üstəgəl alfa bərabərdir 180'ə. Alfa da bərabərdir 68'ə. Yəni doğru cavab burada olacaq 68 dərəcə. D variantı. On 9-cu sual. Deyir ki, indiki yaşlarının cəmi 416 olan bir qrup şagirdin 2 il əvvəlki yaşların ədədi ortası 11'dir. 11 idi. Buna görə bu qrupda neçə şagird var? Şagird sayına n deyirəm. N onların sayı olsun. N sayı. 2 il əvvəl onların yaşının ədədi ortası 11'dirsə, 2 il əvvəl yaşların ədədi ortası 11'dirsə, yaşların cəmi say n olduğu üçün yaşların cəmi n vur 11 olacaq. İndi isə artıq 2 il keçdi, indidir. İndi baxın n nəfər adam var. Hər birinin yaşı 2 il artacaq. Demək yaşları cəmi əvvəl 11 n-dirsə, indi 2 n-də artacaq. Hər birinin n nəfərdir. Hər birinin yaşı 2 vayd artacaq. Və 2-nin ümumi yaşların cəmi 2 artacaq. İndiki yaşların cəmi olacaq 13 n. İndiki yaşların cəmi verib 416. 13 n bərabər 416'ya. N bərabərdir. 41'i 13'ə böləndə 3 dəfə qalıb 2. 26'ı 13'ə böləndə 2. Yəni 32 şagird var. Doğru cavabımız B variantı. 20-ci sual. A ifadəsinin qiymətini B ilə ifadə edin. Burada elə eləməliyik ki, məxrəcləri eyni olan kəsrləri birləşdirən zaman tam ədəd alınsın. Tam ədəd. Burada nəyə fikir vermək lazımdır? A olan bərabərliyin hər tərəfi mənfiyə vursam, mənfiyə, mənfi 8'də 1, üstəgəl 10'da 1, üstəgəl 11'də 1. B olan bərabərliyin hər tərəfini isə 3'ə vuracam.
3. 3'ə vursaq, hətta mənfi 3'ə. Mənfi 3'ə. Mənfi 3'ə vursaq, mənfi 3b. Mənfi 8'də 15. Mənfi 10'da 21. Mənfi 11'də 12. Bəli. Mənfi 3'ə vursam alınır. Toplasam sol tərəfdən sol tərəfi toplayanda mənfi a çıx 3b. Bərabərdir. Sağ tərəfdə baxın, məxrəcləri eyni olan kəsləri birləşdirsək, mənfi 8'də 1, mənfi 8'də 10'da 5. Mənfi 8'də 15. Toplayanda mənfi 2. 10'da 1, mənfi 10'da 21. Toplayanda yenə mənfi 2 alınacaq. Burada alınacaq mənfi 1. Mənfi a çıx 3b bərabərdir mənfi 5'ə. Hər tərəfi mənfiyə vursaq, a üstə 3b bərabərdir nəyə? 5. A da olacaq nə? 5 çıx 3b. Bizə deyir ki, a ifadəsinin qiymətini b ilə ifadə edin. Yəni 5 çıx 3b. Doğru cavabımız olacaq D variantı. 21-ci sual. N natural ədəddir. İfadəsinin qiymətinin tam kvadrat ədəd olması üçün n-in ən kiçik qiymətini soruşur. N ən kiçik neçə ola bilər? Burada nəyə baxırıq? 20, 21, 22 və sonuncusu 100'dür. Birdən başlasaydı, birdən 100'ə qədər 100 ədədi olacaqdı. Amma ilk 19 dənəsi yoxdur. Deməli, 19'dan başlayır. 19 dənəsi olmadığı üçün deməli 81 dənə element olacaq burada. 81 dənə belə mütərizə var. 81 dənə. Ona görə də 81 dənə olduğu üçün burada 81 dənə n olacaq. 81 n. Üstəgəl bunların cəmi. Bunların cəmini necə tapacağam? Burada yazıram. 20 üstəgəl 21 üstəgəl nöqtə 100. 1'dən n'ə qədər olanda sonuncusu n vurulsun. N plus 1'in yarısı. Belə yazırıq. İndi belə yazıram. 100 vurulsun. 101'in yarısı. A 1'dən 19'a qədər yoxdur. Çıxmalıyam. 19 vur 20'nin yarısı. 50 vur 101. Çıxılsın. 19 vur 10. Bu eləyir 5050. Bu da eləyir neçə? 190. 190. 0, 6, 6. Burada nə alınır? 4860. Üstəgəl 4860. Bunu yazdıq. İndi görə, burada ortaq vuruq kimi 9'u çıxarsam mütərizə xaricinə 9n. 9'u çıxaranda burada neçə qalır? 48 9'a böləndə 5 dəfə. 36 4 540. Baxın təzədən 9'a bölünür. Yəni 9'u çıxarsam burada mütərizə xaricinə n plus 60. Baxın bu nə deməkdir? 9'un kvadratı vurulsun n plus 60. Bu artıq tam kvadratdır. 9'un kvadratı. Deməli bu da tam kvadrat olmalı ki, nəticə tam kvadrat olsun. Yəni hasilləri tam kvadrat olsun. Deməli n olmalıdır? N olmalıdır 4. Yəni yenə ən azı 4 yazsaq, nəticə olacaq tam kvadrat. Doğru cavabımız olacaq B variantı. İkinci sual. Ardıcıl 5 natural ədədin cəmi 5 + 2008 üstə gəlin 1995'dir. Tam ortadakı ədədin 5'ə bölünməsindən alınan qalıq neçə olar? Deməli, birincisi n'dir, sonra n plus 1'dir, n plus 2, n plus 3, n plus 4. Bizdən də soruşur, tam ortadakı n plus 2'nin 5'ə bölünməsindən alınan qalıq. Bunların cəmi, bunları toplasaq 5n plus 10 alınır. Bərabərdir 5 + 2008 üstə gəl 1995. Burada hər birini 5'ə bölsəm, n plus 2, baxın birbaşa n plus 2 alınır. Bərabərdir 5 + 2007 üstə gəl. Bunu da 5'ə bölsək, deməli 19'u 5'ə böləndə 3 dəfə. 49'u 5'ə böləndə 9 dəfə. 399 alındı. İndi tam ortadakini tapdıq. İndi tam ortadakı ədədin, yəni n plus 2'nin 5'ə bölünməsindən alınan qalıq neçə olur? Yəni bizdən soruşur, bu ədədin 5'ə bölünməsindən alınan qalığı soruşur. 5 üstü 2007 5'ə bölünür. Buranın işimiz yoxdur. İndi əsas məsələ burada. Üstə gəl 399. Son rəqəmə baxırıq. Son rəqəm 9. 9'u 5'ə bölündə qalıq 4. Deməli, doğru cavabımız olacaq 4. Son rəqəm 9 olduğu üçün qaldı 4 qalacaq. 23-cü sual. Burada nəyə baxırıq?
Burada A plus B plus C cəmini soruşur. Bax, bu bərabərliyin hər tərəfini x, y, z hasinə vursam, birincini vuranda alınacaq y, z. İkincini vuranda x, z. Üçüncüdə x, y alınacaq. Bərabərdir 6-ya. İndi baxın, buradan x, y-in a-ya nisbəti 7-də 3 isə, deməli x, y nə olacaq? X, y olacaq 7-də 3 a. İkincidən x, z. X, z olacaq 7-də 3 b. Y, z də olacaq 7-də 3 c. Gətirib burada yazsaq hamısını. Deməli, y, z 7-də 3 c. X, z 7-də 3 b. Üstə gəl x, y 7-də 3 a. Bərabərdir 6-ya. Hər birini 7-yə vursam 3c, 3b, 3a. Bərabərdir 7 vur 6. Hər birini 3-ə bölsəm c plus b plus a bərabərdir 7 vur 2. Deməli a plus b plus c bərabər nəyə? 14-ə. Doğru cavab burada 14-ə bərabərdir. Dördüncü sual. K üstəgəl m böl k bərabərdir k böl n olarsa, k çıx m böl m-in hasilini tapın deyir. Tənasib çarpaz vursaq, kn üstəgəl m-in bərabərdir k kvadrat. K'ni sağa keçirəcəm. M-in bərabər olacaq k kvadrat çıx kn. M-nin qiymətini gətirib burada yenə yazacağım. K çıx n bölünsün k kvadrat çıx kn. K çıx n bölünsün. Ortaq vuruq kimi k-nı çıxarsam mütərizə xaricinə k çıx n qalır. K çıx n-lər ixtisar gedəcək. Cavab qalacaq nə? 1 bölünsün k. Yəni doğru cavabımız olacaq D variantı.